planlama etmək üçün ən ideal zaman 9-cu sinifə başlamadan olan bir zamandır. SAT-yə nə zaman başlayaq? Ən çox verilən suallardan birisidir, təbii ki. Ancaq ona deyə bilərəm ki, hər bir tələbənin SAT-yə başlaması onun fərdi planına əsasən olmalıdır. Nəyə görə belə olmalıdır? Tələbələrin hədəflərinə görə, ölkələrə görə imtahan vermə müddətləri, hazırlıq müddətləri və s. dəyişə bilər. Əgər siz top universitetləri hədəfləmisinizsə, bu o deməkdir ki, sizin SAT-dən başqa bir çox əldə etməyiniz gerəkən sertifikatlarınız və uğurlarınız olacaq. Bunlara misal verə bilərik EP imtahanları, elmi məktəbləri, dil imtahanı verəcəksiniz və s. Bu kimi ola bilər ki, hər hansı bir projeye qatılacaqsınız. Əgər top universitet düşünmüsünüzsə, SAT verəcəyiniz imtahanların sadəcə bir qismini təşkil edir. Yalnız belə deyim, orta səviyyəli və ya aşağı səviyyəli hər hansı bir ölkəyə getmək istəyirsinizsə, SAT tələb olunursa və SAT və yalnız dil imtahanı verəcəksinizsə, bu zaman sizə o qədər də çox uzun bir zaman lazım olmayacaq və daha rahat planlama edə biləcəksiniz. Hətta bəzi ölkələrə SAT tələb olunmur, amma valideynlərimizin bir çoxları elə bilirlər ki, onlara SAT lazımdır. Ola bilsin ki, sizə heç SAT lazım olmayacaq, yalnız IELTS və riyaziyyatla və yaxud da yalnız IELTS və ya TOEFL-la sizin qəbulunuz alınmış olacaq. Qısacası onu deyim ki, hər bir tələbənin hədəfinə uyğun fərdi planı hazırlanır. Ona əsasən həmin tələbənin hansı dönəmdə, hansı imtahana daxil olması gərəkdiyi, hansı tutaq ki, projeye qatılması lazım olduğu, elmi məktəbində iştirak etməsini əvvəlcədən bilmiş oluruq. Bunun üçün planlama etmək üçün ən ideal zaman 9-cu sinifə başlamadan olan bir zamandır. Planlamamız əlimizdə olarsa artıq akademik hazırlıqlar bundan daha sonra başlaya bilər. Hər bir tələbəmizə uğurlar arzulayırıq və planlama etmək üçün buradayıq.